Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Xoş gördük sizləri. Mən Gülşən Əşimova. Bugün sizlərə Azərbaycan dilindən imtahanda rastlaşa biləcəyiniz 20 sualın izahını təqdim edəcəm. Ümid edirəm ki, izahım sizə faydalı olacaq. Əgər ardının gəlməyini istəyirsinizsə, kanala abunə olun. Aşağı hissədə abunə ol işarəsi var. Ona toxunun, abunə olun ki, izahlar yerləşdirilən zaman sizə bildiriş halında gəlsin. Gəlin çox vaxt itirməyək, başlayaq suallarımıza. Sualları asandan çətinə, ortadan mürəkkəbə, yəni hər bir formada təqdim etmişik. Belə birinci sualımızdan başlayaq. Deyir, kökü sayılı amonim olan sifəti seçin. Belə baxanda rahat suala bənzəyir, amma çoxu bu sualı səhv edir. Birinci bizdən nə istəyir? Sifət. Aha, sifət olmayanları silək. Baxıram ki, çoxluq sözü isimdir. Bu sifət deyil. Silirəm. Azalmış sözü sifət deyil. Silirəm. Fe'li sifətdir. Bizə sifət lazımdır. Deməli, mənim B və D variantım getdi. Bir də azan sözü var. Azmaq mənasında. Məsələn, tutaq ki, uşaq yolunu azıb, yəni yolunu tapa bilmir də bu mənada. Burada da an fe'li sifət şəkilçisidir. Ona görə bu da deyil, bu da fe'li sifətdir. Deməli, bu oldu f'sı, yəni fe'li sifət. Bu oldu f'sı, yəni fe'li sifət. Bu oldu isim. Qaldı mənim iki variantım. Bax, həmişə bu tip testlərdə bu yoldan istifadə edin, yəni çıxdaşdan. Deməli, məndən sifəti istəyirdi deyənə ismi, fe'li sifətləri sildim. Qaldı ya cavabım A-dır, ya da C-dir. İndi bizə deyir ki, kökü sayılı amonim olan demir kökü say olsun. Deyir sayılı amonim olsun. Yəni kökü başqa nitq hissəsi olsun. Say olmasın ha, başqa nitq hissəsi olsun. Ki o sayılı amonim sayılsın. Baxıram çoxdankı sözünə, bəli, çoxdankı sifətdir, azğın sifətdir. Yəni bu şərti ödəyib. Birincini ikisi də ödəyib. Amma baxıram ki, çoxdankı sözünün kökü çox sayıdır. Çox say deyilə. Axı bizə deyir sayılı amonim. Yəni çox sözü elə özü saydır. Bu necə sayılı amonim ola bilər? Deməli, A variantında silirəm. Cavab C-dir. Niyə? Azğın sözündə sözün kökü azdır, yəni azmaq feili. Tutaq ki, azmısan, getmirsən meşəyə, uşaq meşədə azıb. Yəni azmaq mənasında. Burada sözün kökü feildir. Baxın, az feili, azmaq feilidir. Maqmaq artıraq məstər. Deməli, burada feildir. Sözümüzün kökü feil. Bizə nə deyir? Deyir ki, sayılı amonim olsun. Mən də baxdım ki, həqiqətən az feili az sayılı amonimdir. Az sayda var axı. Məsələn, az uşaq, az qələm, az həm də sayda axı. Doğrudan da az feili, az sayılı amonim oldu. Elə cavabım C oldu. Məhz sözün kökü də sifət istəyirdi deyənə. Cavabımız C variantı. Keçək ikinci suala. Deyir, mən xırdaca problemlərlə sizi narahat etmək istəmirəm. Deyir, bu cümlədə neçə nitq hissəsi işlənmişdir. Bu da tez-tez imtahanda rastlaşdığımız son illərin dəb olmuş sual tiplərindəndir. İndi gəlin baxaq. Bizdən neçə nitq hissəsi istəyir? Burada demir, əsas ya köməkçi. Neçə nitq hissəsi deyir. Bu tip testlərdə bəzən yazılır ki, neçə əsas nitq hissəsi işlənib. Baxın, əsas və yaxud neçə nitq hissəsi işlənib. Bax, bu formada yazılır. Ya əsası istəyir, ya da sadəcə nitq hissəsi. Deməli, burada məndən həm əsası soruşur, həm də köməkçini. Çünki köməkçi nitq hissəsi daha nitq hissəsidir. Deməli, məndən soruşur ki, neçə nitq hissəsi işlənib? Fərq etməz, əsas da ola bilər, köməkçi də ola bilər. İndi gəlin sırayla tapaq. Mən nədir? Mən əvəzlik. Əvəzlik. Xırda nədir? Sifət. Xırdaca. Xırdaca problemlər. Daha doğrusu xırdaca sifət. Sifət. Problemlərlə sizi narahat etmək istəmirəm. Problemlər ilə sizi narahat etmək istəmirəm. Problem isim. Burada lalə qoşmadır, qoşma. Sadəcə şəkilçiləşib. İsmi artırılıb şəkilçiləşib. Sonra siz əvəzlik, əvəzlik. Sonra baxaq. Narahat etmək, feil. İstəmirəm, feil. Neçə oldu? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, burada 7 nitq hissəsi var. Və plus burada bir dənə sizi çaşdıran məqam bu olardı ki, problemlərlə sözünü görməyib 6 cavabı götürəsi, yəni C-ni. Xeyr, C deyil. Niyə C deyil? Çünki problemlərlə sözündə problemlər ilədir. Burada ilədir.
ilə olduğu üçün bu ilə qoşmadır. Bəyəm qoşma nitq hissəsi deyilmi? Mənə deyir, neçə nitq hissəsi var? Yəni demir ki, əsas və ya köməkçi. Əsas desəydi, hə, mən bu iləni saymazdım, 6 götürərdim. Burada neçə nitq hissəsi var deyə mən bunu saymalı oldum və cavabım oldu A variantı. Görürsüz, maraqlı bir testdir. Rahat situasiyadır, amma düşündürücüdür. Diqqətli olmaq lazımdır. Sonra keçək üçüncü suala. Deyir ki, biri səhv yazılıb. Bu tip testlərə diqqətli olun. Niyə? Çünki bu tip testlərdə bəzən bizdən nə istəyir? Variantların çoxunu düz verir, səhv seçməyimizi istəyir və ya səhv verir, düzü seçməyimizi istəyir. İndi mən baxıram ki, burada deyir səhv yazılıb. Baxıram. Laureat sözü düzdür, belə yazılır. İdeal belə yazılır. Amma ideya sözü baxın, ideya y ilə yazılır. İdeya. Deməli, səhv yazılan elə C variantıdır. Meyl düzdür, müdür düzdür. Qeyd edim ki, bu tip yazılışı testlərə tez-tez düşən səhv və ya düz olan sözləri mən özüm də öz tərtib etdiyim kitabda təqdim etmişəm. Həmin o kitabdan da imtahana daha çox düşən, yazılışı səhv və ya düz olan sözlər siyahısından onu əldə edə bilərsiniz. Qeyd edim ki, bizim kitabımız sırf yeni format əsasında hazırlanıb. Əslində qayda kitabı çoxdur, material kitabı çoxdur, mən razıyam. Amma köhnə vəsaitlərdənsə yeni hazırlanmış vəsaitlərdə bir növ belə deyək, daha çox məlumat öz əksini tapır. Məsələn, mənim kitabımda da başlıqların bəzisi imtahanda rastlaşa biləcəyiniz sözlər və yaxud imtahanda rastlaşa biləcəyiniz tapşırıqlar bu formada vermişəm ki, siz daha nəyə çox fokuslanmalısınız, onu görəsiniz. Sonra keçək dördüncü suala. Çox vaxt itirməyək. Baxaq dördə. Dördüncü sualda deməli maraqlı sualdır. Ardıcıllıq istəyir. Tez-tez imtahanda bizdən ardıcıllığı istəyir. Deyir, verilmiş əvəzlikləri məna baxımından ardıcıllıqla göstərin. Bax, bu məsələn çox asan bir sual tipidir. Bunu hamı eləməyə bacarmalıdır. Bax, kimsə nədir? Qeyri-müəyyən. Yəni, burada mən bilmirəm ki, söhbət kimdən gedir. Sonra bəziləri, bu da qeyri-müəyyən. Bu işarədir. Sonra bütün deməli, bütün olacaq bizim işarə əvəzliyimiz. Sonra filan olacaq, üzr istəyirəm. Deməli, bir də başdan gələk. Kimsə qeyri-müəyyən, kimsə qeyri-müəyyən. Sonra bəziləri qeyri-müəyyən. Bu işarə bütün təyini, mən səhv etmirəmsə, mən dedim işarə, üzrlü sayın. Bütündən işarə ola bilməz. Çünki işarə əvəzlikləri o, bu, elə, belə, həmindir. Yəni, işarə edir, nə isə göstərir ki, bizə bax, budur. Amma bütün isə təyinidir. Aha, deməli, təyinim, sonra filan təyinim, neçəncidə sual əvəzliyidir? Sual, özdə sayın sualıdır bu. Aha, cavabımız oldu B variantı. Dördüncü sualda B. Rahat sualdır, amma ardıcılığa diqqət edin. Bəzən görürük ki, elə asan sualda elə səhvlər edilir ki, ona görə suallara diqqətli olun. Asan deyib üstündən keçməyin. Keçək 5-ə. Hansı cümlədə feilin təsriflənməyən formasının hər üçü işlənmişdir? Ümumiyyətlə yadınıza salın. Təsriflənməyən feillər hansılardır? Məncə, biri məstərdir. Digəri feili sifətdir, f-sı yazıram qısacası. Digəri isə f-b, yəni feili bağlamadır. Bizim 3 dənə təsriflənməyən feilimiz var. Məstər, feili sifət, feili bağlama. İndi məndən nə istəyir? Deyir, təsriflənməyən feillərin hər üçü işlənmişdir. Ardıcıllıq falan nəsə demir ki, yəni burada ardıcıllığa toxunmayıb. Sadəcə deyir ki, təsriflənməyən feillərin hər üçü işlənmişdir. Aha, indi gəlin baxaq. Keçirəm aya. Deyir, o siyahını tutduğu kitabları oxumaq üçün, daha doğrusu siyahını tutduğu kitabları oxumaq üçün kitabxanaya getdi. Burada baxıram. Tutduğu, dığı, feili sifət, f-sı yazaq. F-sı. Oxumaq məstər. Lakin burada feili bağlama yoxdur. Ona görə A variantı olmayacaq. Bizə deyir ki, hər üçü olsun. Sonra küsəyən uşaqları barışdırmaq istəyən bəzi halların şahidi oldum. Barışdırmaq istəyəndə, anda, əndə, deməli, burada anda, əndə olacaq bizim feili bağlamamız f-b. Barışdırmaq, maqmək, məstər. Burada da nə yoxdur? Feili sifət yoxdur. Ona görə B variantı getdi. İndi deyəcəksiniz ki, müəllim, küsəyən sözü feili sifət deyilmi? Xeyr. Küsəyən sözü feildən düzələn sifətdir.
Ona görə B variantını mən götürmürəm. B-ni sildim. Keçək indi C-yə. Dərsdən gələndə, anda, əndə, feili bağlama. F, B. Görmək, məstər. Sonra tikilən, an, ən, feili sifət. F, S. Deməli, doğru cavabım olacaq. Hansı variant? C variantı. Hər üçü işlənəni istəyirdi. Hər üçü C-dədir. Bəs deyərsiniz ki, ay müəllim, digər variantlar, gəlin digərlərinə də baxaq. Küçəni keçə-keçə bizə baxıb gülümsəyən o qız Fidan idi. Burada küçəni keçərək feili bağlama, gülümsəyən feili sifət, lakin burada məstəri yoxdur. Ona görə bu da olmadı. Vətəni sevmək, məstər var. Yenə də məstər var, amma başqa heç nə yoxdur. Burada nə feili sifət var, nə feili bağlama var. Ona görə bu da olmadı. Cavabımız C variantı. Digər sualımıza gəlin indi baxaq ona da. Deməli, keçdik digər sualımıza. Gəlin baxaq ona da. Bir ağacın budaqları külək əsdiyində yüngülcə yellənirdi. İndi sintaktik təhlil eləməyimizi istəyir. Gəlin eləyək. Nə edirdi? Yellənirdi. Nə? Ağacın budaqları. Burada mübtədamız üçüncü növ təyinli söz birləşməsidir. Aha, deməli, necə yerlənirdi? Yüngülcə, zərflik. Nə zaman yerlənirdi? Külək əsdiyində, bu da zərflik. Deməli, mübtəda, zərflik, xəbər. Yəni, A variantı. Keçək digər suallar. Birində vergül düzgün qoyulmamışdır. Yəni, vergül səhvdir. Baxaq. Deməli, bu xeyirxah insandır. Bu, kim bu? Yəni, kim sualını verirəmsə, mən o bu əvəzliyi ilə bağlı izah vermişəm. Əgər o izaha baxmamısınızsa, yazın YouTube-da Gülşən Həşimova o bu əvəzlikləri. Həmin izahda görəcəksiniz ki, vergül harda qoyular, harda qoyulmaz, mən demişəm. Deməli, baxıram ki, deyir, bu xeyirxah insandır. Kim bu? Kim sualına cavab verir, özündən sonra isim gəlir, vergül qoyulub. Düzdür. A-nı silirəm. Keçirəm B-yə. Bu müəllimin kitabıdır. Nə bu? Bu nə sualına cavab verdi? Və müəllimin kitabıdır. Deməli, burada da özündən sonra müəllim sözü gəlib, isimdir, vergül olur. Bu da düz. Sonra o gəlməyəcək. Baxın, burada ayaq saxlayırıq. Niyə? Nə edəcək? Gəlməyəcək. Feildir. Düzdür, kim sualına cavab verir. Amma biz nə demişdik? Bizim istisnamız var idi. Əgər, özdə bunu sizə belə yadınızda saxlayın demişdim, kəf sözü ilə, kəf. Məsələn, hər hansısa bir mürəbbə bişirirsiniz, mürəbbə bişirən zaman orada kəf yığılır. Bu kəf sözü ilə, üzərində kəf. Baxın, Ç nədir? Köməkçi nitq səsi gələndə, əvəzlik gələndə və feil gələndə vergül olmaz. Yəni, baxmayaraq kim sualına cavab versə də, nə sualına cavab versə də, özündən sonra əgər feil gəlibsə və buradakı kimi baxın, o gəlməyəcək. Nə edəcək? O gəlməyəcək. Kim o? Görürsünüz, kim sualına cavab verdi. Amma özündən sonra feil gəldiyi üçün o kəf sözünü yadınıza salın. Ona görə vergülümü mən qoymadım. Yəni, kəf sözünə görə vergülümü qoymadım. Yadıma saldım ki, Gülşən müəllim demiş ki, köməkçi nitq səsi gələrsə, əvəzlik gələrsə, feil gələrsə, vergül olmayacaq. Deməli, doğru cavabım C. Keçək indi 9-cu suala. Kar, gər, dar şəkilçiləri ilə düzəlmiş sifətlər hansı cərgədə verilmişdir? Baxaq. Çilingər isimdir. Ona görə bunu silirəm. Mənə axı deyir sifət. Sifət deyir. Sifət deyirsə mən ismi niyə götürüm? A variantı getdi. Keçirəm deməli B-mə. B-yə baxıram. B-də deyir ki, davakar, hiləgər, məhsuldar. Elə cavabım B-dir. Davakar, necə davakar adam? Hiyləgər adam, necə adam? Məhsuldar, tutaq ki, iş, necə iş? Görürsünüz, hamısı necə sualına cavab verir? Sifətdir. Sonra digər variantlarda təhlil eləyək, niyə götürmədiyimizi deyək. Dülgər isimdir, bizə sifət deyirdi. Zərgər isimdir, bizə sifət deyirdi. Sonra miskər isimdir, bizə sifət deyirdi. Yəni, məhz ona görə B variantını götürdük. Keçdik 10-cu sualımıza. Qoşa samitli sözlərin hansında ikinci samit fərqli tələffüz olunur? Aha, bu rahat sualdır. Addım sözü ümumiyyətcə 2 dənə dı olanda heç bir dəyişmə olmur. Ona görə addımda dəyişmə olmur. Tappıltı p-bıya çevrilir. Tappıltı. Elə cavab B-dir. Xətkeş
Bizə deyir ki, qoşu samit söz hansında ikinci samit fərqli tələffüz olunur. Fərqli istədiyi üçün biz B variantını rahatlıqla götürdük. Xəttkeş sözündə qoşa samitli sözlərin ikinci samitini istəyirdi bizdən. Ona görə C olmaz. Aşpaz sözündə bəzən deyirəm aşpazdır. Xeyr, aşpaz deyil. Elə bu aşpaz yazılır, aşpaz da oxunur. Ona görə bu da olmadı. Sonra deməli keçək sənətkar sözünə. Sənətkar sözü də ümumiyyətcə necə yazılırsa, elə də tələffüz olunur. Sənətkar, sənətcar olmur. Çox elə bilir ki, bu sənətcardır. Xeyr. Sənətcar, sənətkar kimi elə tələffüz olunur. Ümumiyyətcə yadınızda saxlayın. İndi deyərsiniz Gülşən müəllim, xəttkeş, xəttkeş niyə olmadı ki? Yadınızda saxlayın. Baxın, keş, kar. Bu şəkilçilər əsasən bir növ belə deyim ki, fars dilində söz mənasını ifadə elədiyi üçün bunlar necə yazılırsa elə tələffüz olunur. Yəni bu şəkilçiləri hansı sözdə görsəz, onlarda dəyişmə olmayacaq. Təbii ki, şəkilçidə. Məsələn, ona görə bu xəttkeş, xəttkeş olmadı. Çox elə bilir ki, xəttkeşdir. Deyirlər ki, ay Gülşən müəllim, niyə bunu götürmədin? Axı ikinciyə çevrilir. Burada da ikinci çevrilir. Xeyr, çevrilmir. Keşdir, kardır. Bu şəkilçilərdə ikinci samit qarşılığına keçmir. Yəni bu şəkilçilər dəyişmir. Bunlar fars dilində sözdür. Məsələn, keş çəkən deməkdir. Baxın, xətt çəkən. Görürsünüz, xətt çəkən. Yəni fars dilində keş çəkən deməkdir. İndi sizə onun geniş etimologiyası lazım deyil deyənə çox xırdalayıb beynimizi yormuram. Amma harda görsəz ki, keş karla bitən söz var, deməli o qarşılığına keçən dəyişmə olmur şəkilçidə. Məhz bu səbəbdən cavabımız B variantı oldu. Burada da siz ya C-ni götürə bilərdiniz, ya E-ni götürə bilərdiniz, ya da B-ni. Üç variant arasında qala bilərdiniz. Amma qalmırsınız. Səbəbini izah etdim. Bir də bu arada qeyd etdiyim ki, mütləq kanala abunə olun ki, izah yerləşdiriləndə görəsiniz. Bəzən abunə olmursunuz, deyirsiniz izahlar yerləşdirilir, görmürəm. Bir də əlaqə nömrəmizi istəyirəm xatırladım. 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Dərslərə qoşulmaq üçün də bu nömrəyə yaza bilərsiniz. Ekranda qeyd edilib. Yeni qruplarımız dərslərə başlayacaq. Siz də əzbərləmədən sadə metodla Azərbaycan dilini mənimsəyə bilərsiniz. Keçək 11-ə. Aha, burada da deyir ki, anam əlbəttə sənin fikrin də önəmlidir. Baxın, anam əlbəttə. Burada anam nədir? Xitab. Anama müraciət edirəm. Deyirəm, anam, əlbəttə sənin də fikrin önəmlidir. Yəni deyir ki, cümlədə nitq hissələrinin sayı cümlə üzvlərinin sayından nə qədər çoxdur? Maraqlı sual. Deməli, yazırıq nitq hissəsi, nitq hissəsi. Burada yazırıq cümlə üzvü. Aha, deməli nitq hissəsinin sayı cümlə üzvündən nə qədər çoxdur deyir. Gəl birinci sayaq da nitq hissəsini, sonra cümlə üzvünü, sonra bir növ çıxaq bir-birindən riyaziyyat həll eləmiş olaq. İndi baxıram. Birinci nitq hissəmə baxıram. Nitq hissəm burada əlbəttə sözü, modal sözdür. Sənin sözü əvəzlikdir. Fikir isimdir. Də ədatdır. Gəlin yazaq da bura mu yazıram, sonra yazıram, əvəzlik, bura yazıram isim, də ədat, önəmlidir, sifət. Aha, indi bizdən soruşdu nəyi? Nitq hissəsi. Nitq hissəsi baxdıq. 1, 2, 3, 4, 5. 5 dənə nitq hissəsi var. 5. Aha, indi keçirəm cümlə üzvünə. Cümlə üzvü. Baxın, önəmlidir. İndi bunu biz mübtəda xəbərə bölürük də, belə deyək. Önəmlidir, bu oldu xəbər. Nə önəmlidir? Sənin fikrin. Bu oldu, deməli, bu oldu bizim mübtədamız. Deməli, bu cümlə mübtəda və xəbərdən ibarət bir cümlədir. Baxıram, burada 2 dənə də cümlə üzvü var. Bir də anam sözünü götürməliyik. Anam sözü xitab olsa da isimdir. Bunu unutduq yazmaq. Qoy isim yazaq. Üzrlü sayın, anamı götürməmişik 6-dır. Deməli, nitq hissəsi 6-dır. Amma cümlə üzvü isə 2 dənədir. Mübtəda xəbərdir. Önəmlidir. Xəbərdir. Bax, önəmlidir. Necədir? Nə? Sənin fikrin. Deməli, burada mübtəda var. Mübtəda.
bir də xəbər. Xəbər. İki dənə cümlə üzvüm var. İki cümlə, deyəcəksin müəllim, anam sözü cümlə üzvü deyil. Xeyr, anam sözü xitabdır. Yəni sintaksisdə anam sözü xitabdır. Əgər bizdən cümləniz nə istəyirsə, biz sintaksisdə xitab olduğunu düşünərəkdən yadımıza salırıq ki, xitab cümlə üzvü deyil. Ona görə onu götürmürük. Amma anam sözü nitq hissəsi olaraq isimdir təbii ki. Bizdən soruşdu ki, nitq hissələrinin sayı cümlə üzvlərinin sayından nə qədər çoxdur? Mən baxıram, nitq hissəm 6 dənədir. Anam sözü isim, əlbəttə modal söz, sənin əvəzlik, fikrin isim, də burada ədatdır, qüvvətləndirib. Önəmlidir sifət. 6 dənə nitq hissəm oldu. Cümlə üzvüm isə 2 dənə oldu. Mübtəda xəbər. İndi məndən soruşur ki, nitq hissəsinin sayı cümlə üzvündən nə qədər çoxdur? Nə edirəm? 6 çıx 2 bərabərdir 4. Deməli 4. 4 ədəd çoxdur. Nə qədər çoxdur? 4 ədəd. Deməli cavab olacaq burada 11-ci sualda C variantı. Görürsüz, asan görünür, heç asan da görünmür, amma düşündürücü bir sualdır. Yəni belə şeylər imtahana düşəcək. Yəni MİQ və sertifikasiya olmasından asılı olmayaraq mütləq ki, biz imtahanda bu tip suallar bu növbəti il üçün görəcəyik. Yəni bunlar həm riyazi təfəkkürün ortaya qoyulmasına yönəlikdir, həm də sizin nitq hissəsi və cümlə üzvlərini tanıyıb tanımamanızla bağlıdır. Ona görə imtahana disiplinli hazırlaşın. Ay hazırlaşaram, ay sonra edərəm, bir aya, 2 aya öyrənərəm. Bu psixologiyadan tamamilə yayının. İl-ildən çətin gəlir. Çalışmalıyıq ki, nəticə də əldə edə bilək. Aha, keçək 12-ci suala. Deyir ki, göyün üzü yağışdan sonra açıldı. Deyir, bu cümlədə nitq hissələrinin sayı cümlə üzvü nə qədər çoxdur? Yəni həmin şey. Bu sualı sizlərin etməyini istəyirəm. Videonu saxlayın, bu sualı qəşəng-qəşəng özünüz etməyə başlayın. Görün, siz də mənim etdiyim kimi edirsinizmi? Deməli, birinci nə yazırsınız? Yazırsınız nitq hissəsi. Nitq hissəsi. Sonra yazırsınız cümlə üzvü. Cümlə üzvü. Aha, biraz səliqəsiz olur, üzrlü sayın, xəttə görə. İndi nə edirsiniz? Birinci nitq hissələrini tapırsınız. Bir-bir ayırın. Gəlin, lap sizə kömək edeyim nitq hissəsində. Göy isim. Üz isim. Yağış isim. Sonra deməli qoşma açıldı feil. Aha. Nitq hissələrinin sayı. Neçə nitq hissəsi var? 3 dənə isim var, bir dənə qoşma, bir dənə də feil. Deməli, burada 5 nitq hissəsi var. Yazırsınız bura 5. Sonra keçirsiniz, cümlə üzvlərini sayırsınız. Cümlə üzvlərini necə edirsiniz? Təbii ki, təhlil edirsiniz. Nə etdi? Açıldı. Nə açıldı? Göyün üzü. Nə zaman? Yağışdan sonra. Bu da oldu zərflik. Deməli, burada da 3 dənə cümlə üzvü var. Hansılardır? Mübtəda, m, zərflik, z, xəbər, x. Deməli, cümlə üzvündə 3 dənə oldu. İndi yenə deyir ki, bizə nitq hissələrinin sayı cümlə üzvlərindən nə qədər çoxdur? Deməli, 5-dən çıxıram 3-ü, eləyir cavab 2. Deməli, cavabım 2 olacaq. Yəni, A variantı. Gördünüz, yəni bu tip testlərə diqqətli olun. Özüm xüsusən bilə-bilə 2 ədəd vermişəm ki, bu testdən. Görək, birinci testdə istinad eləyərəkdən ikinci testi siz həll edə bilirsinizmi? Sonra yenə də həmin sual tipindəndir. Cümlə üzvlərinin sayını nə qədər? 13-cü, 14-cü suallar, hətta 15 bu tipdəndir. Çünki bu tipdən çoxları çətinlik çəkir. Mən də sizləri düşünərəkdən bunları qüvvətləndirmək üçün bu suallardan çox qeyd etmişəm. İndi gəlin yenə də baxaq. Deyir cümlədən nitq hissələrinin sayı cümlə üzvlərinin sayından nə qədər çoxdur? Yəni nə edirsiniz? Yazırsınız nitq hissəsi. Sonra yazırsınız cümlə üzvü. Yəni bu tip sualları yazaraqdan sanki riyaziyyat həll edirsiniz də. Riyaziyyat həll edirmiş kimi etməlisiniz. İndi baxırıq. Ordularımızın isim alınan torpaqlara daxil daha doğrusu ordularımız alınan torpaqlara daxil olduqca onlarla fəxr etdik. Alınan fe'li sifət fısı, torpaq isim, daxil olmaq feil və onlarla əvəzlik, fəxr etdik
feil. Yəni bunlar mürəkkəb feildir. Daxil olmaq, fəxr etmək, bunlar mürəkkəb feildir. Deməli neçə nitq hissəsi oldu? 2, 4, 6. Deməli nitq hissəm 6-dır. İndi nə edirəm? Keçirəm cümlə üzvümü tapıram. Görüm cümlə üzvünə fəxr etdik. Kim fəxr etdik? Biz. Biz fəxr etdik. Kimdən? Onlar. İndi bu cümlə üzvləri hissəsində sizə tapmağı həvalə edirəm. Nitq hissələrini tapdıq. İndi cümlə üzvünü də siz tapın. Çıxın sonra bir-birindən nitq hissəsindən cümlə üzvünü çıxın. Görün cavab neçə alınır. Rəylərə öz cavabınızı qeyd edin. Bunu sizə tapşırıq kimi verirəm. Çünki ikisini həll elədim. Bunu da yarıya kimi həll elədim. Görək indi siz nə edəcəksiniz? Bu sualı deməli sizə cavabını tapmağa həvalə edirəm. Rəylərə 13 yazırsınız, sonra cavabı yazırsınız ki, sonda mən özüm düzgün cavabı qeyd edəcəm. 14-ə baxaq. Yenə 14 də həmin tipdir. Bunu da istəyirəm sizə verim, özünüz eləyəsiniz, amma gəlin yenə də biraz kömək edim. Yenə nitq hissəsini soruşur. Nitq hissəsi. Bir də cümlə üzvü. Cümlə üzvü. Aha. Baxıram, gənclikdən zövq almaq hamının mənəvi haqqıdır. Gənclik, isim, zövq almaq, feil, hamı, əvəzlik, mənəvi, sifət, haqq, isim. Biraz səliqəsiz olsa da bir təhər yazdım. Deməli, 2, 4, 5. 5 dənə nitq hissəm var. İndi cümlə üzvünü də necə tapırıq? Təbii ki, təhlil edərəkdən, sintaktik təhlil. Bax, gənclikdən zövq almaq hamının mənəvi haqqıdır. Deməli, hamının mənəvi haqqı nədir? Zövq almaq. İndi özünüz təhlil edin, qoy elə hamısının cavabını mən deməyim, ən azından siz də tapasınız. Bir-birində bunu təhlil edirsiniz, yenə cümlə üzvünü tapırsınız, 5-dən çıxırsınız, həmin cümlə üzvünü, lap gəlin sizə kömək edeyim. Bəlkə də burada 2 cümlə üzvü var. Diqqətli olaq, gənclikdən zövq almaq hamının mənəvi haqqıdır. Hamının mənəvi haqqıdır nə? Gənclikdən zövq almaq. Görürsünüz, cavabı dedim. Ona görə çox danışmaq istəmirəm ki, o saat həllini deməli oluram. Deməli, hamının mənəvi haqqıdır. Bu oldu xəbər, xəbər. Nə? Gənclikdən zövq almaq. Bu da oldu mübtəda. Deməli, bu cümlə də mübtəda və xəbərdən ibarətdir. Burada 2 cümlə üzvü var. Neyinirəm? 5-dən çıxıram 2-ni, eləyir 3. Cavab B. Gördünüz? Rahat. Bir dənə tapşırıq verdim sizə. Bu da 13-cü sual idi. Bunu rəylərə, hətta bunu da yarıya kimi elədim, amma sonrasını saxladım ki, siz eləyəsiniz. Rəylərə mütləq cavabı qeyd edin, yoxlayacağım. Keçək indi 15-ə. Burada da yenə nə qədər çoxdur. Görək 16-cı sualdan artıq sualımız dəyişir. 15-ci sualda həmin sual tipidir. Yenə yazırıq nitq hissəsi. Ümid edirəm ki, artıq siz bu tip sualları imtahanda istisnasız həll edəcəksiniz. Ümumiyyətcə bizim ödənişli sistemli dərslərimizdə bax hər sual bütün bölmələr üzrə, istər fonetika, leksika, isim, yəni bütün bölmələr üzrə bu formada testlər, tapşırıqlar işləyib möhkəmləndiririk. Paralel siz işlədikcə mən də onları izahını bax bu şəkildə verirəm. Yəni sistemli dərslərimizdə həm mövzu izahı, həm test izahı ilə paralel sınaqların işlədilməsi, yəni hər şey təşkil olunur. Buna baxıram. Deyir, insan yarandığı gündən torpağa güvənir. İnsan, isim, yarandığı, feil, sifət, fısı, gün, isim, torpaq, isim, güvənir, feil. Neçə oldu? 2, 4, 5. 5 dənə nitq hissəm var. İndi nə edirəm? Yeni cümlə üzvümü tapıram. Cümlə nəyidir? Güvənir. Kim? İnsan. Nəyə? Torpağa. Nə zaman? Yarandığı gündən. Deməli, burada mübtəda, zərflik, tamamlıq və xəbər var. Yəni, 4 cümlə üzvü var. Nə edirəm? 5-dən çıxıram 4-ü, edir 1. Cavab E variantı. 15-ci sualda E variantı. Keçək 16-cı suala. Qeyd etdiyim kimi, bu cümlə üzvündən nitq hissəsinin çıxılması keçən il və ondan əvvəlki illər ümumiyyətcə imtahana tez-tez düşən çətin sual tip modelindən sayılır. Bu sınaqda da bunu göstərməyimdə məqsəd ən azından sizə kömək olmuş olsun. Keçdik 16-ya. 16-da deyir ki,
Hə, ağıl əmr edəni dil bəyan edir. Bu cümlədə səhv fikir hansıdır? Aha, bizdən nə istəyir? Səhv istəyir. Baxaq. Ə, deməli, əmr etmək, bəyan etmək. Burada iki dənə mürəkkəb feilimiz var. Deyir, iki isim işlənib. Bəli, ağıl, bir də dil. Bu düzdür. Bizdən nə lazımdır? Səhv. Aha, bizdən səhv lazımdır. Bəyan etmək, izah etmək mənasında bəli. Bu düz. Deyir, bir mürəkkəb feil işlənib. Axı dedim, iki dənə əmr edən, bəyan edən. Burada iki dənə mürəkkəb feil var. Ona görə səhv olan elə C-dir. Keçək 17-yə. Aşiq olmuş kişi aciz bir səhnəyə bənzəyir. Deyir, burada səhv fikir hansıdır? Səhv istəyir bizdən. Baxaq, deyir, bir ədatdır. Bu düzdür. Əlbəttə, bir burada cümlənin təsir gücünü artırıb. Ədatdır. Bu düz. Aciz səhnə ismi birləşmədir. Bəli, birinci növdür. Bu da düz. Aciz səhnə. Necə səhnə? Sonra deyir, iki sifət işlənib. Baxaq. Burada sifət varmı heç? Aciz. Hə, aciz sifətdir. Bəli, bir dənə sifət var. Yəni burada axı iki dənə sifət yoxdur. Deyir, amma iki sifət işlənib. Elə ona görə səhv olan C-dir. C. Keçək 18-ə. Bir də bəzən mənə yazırsınız ki, müəllim, mən R yaza bilmirəm sizin izahlara, canlı dərsə qoşula bilmirəm. Hamısının səbəbi abunə olmamağınızdır, qeyd edeyim. Yəni aşağı hissədə abunə ol var, ona toxunun abunə olun ki, R də yaza biləsiniz, sual da verə biləsiniz. Yəni abunə olmadıqda bunları etmək olmur. Hə, 18-ə baxıram. Almazı ancaq almaz cilalaya bilər. Səhv fikirdir, hansıdır? Səhv istəyir məndən. Baxaq. Ancaq məhdudlaşdırıcı ədat, bəli, ancaq yalnız almaz cilalayar. Düzdür. Mürəkkəb feil işlənmişdi. Cilalaya bilmək. Bu da düz. İki eyni nitq səsi işlənib. Almaz, almaz. Hə, iki dənə isim var. Düzdür. Sadəcə sözü ilə eyni mənada işlənmiş söz var. Sadəcə sözü ancaq sözü ilə eyni mənadadırmı? Gəl birinci buna baxaq. Yəni almazı sadəcə almaz cilalaya bilər. Hə, olur, işlənir. Almazı ancaq və yaxud almazı sadəcə almaz cilalaya bilər. Düzdür. İşlədə bildim. Mənsubiyə şəkilçili söz adlı haldadır. Baxaq, almazı ancaq burada axı mənsubiyyət yoxdur. Almazı nəyi? Təsirli çaldı. Ha, burada başqa mənsubiyyət də mən görmürəm. Mənsubiyyət mənsub olmaqdır, aid olmaqdır. Belə bir şey görmürəm axı. E variantı. Bəli, 18-də E. Səhv istəyirdi bizdən. Keçək 19-a. 19-da deyir ki, ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. Deyir, səhv fikri hansıdır? Səhv istəyir, baxaq. Mürəkkəb feil işlənmişdir. Hərəkət etmək, düzdür. Bax, mürəkkəb feildir. Hərəkət etmək, düzdür. Sonra, məhdudlaşdırıcı ədat işlənmişdir. Baxaq. Təkcə, bəli, məhdudlaşdırıcı var. Təkcə məhdudlaşdırıcıdır, düzdür. Şəxs sonluğu işlənmiş, qeyri-müəyyən miqdar sayı işlənmişdir. Şəxs sonluğu işlənmiş, azdır. Baxın, azdır. Şəxs sonluğu da. Düzdür. Tərzi hərəkət zərfliyi işlənmişdir. Tərzi hərəkət zərfliyi baxaq. Tərzi hərəkət zərfliyi yoxdur axı burada. Təkcə ədatdır. Burada tərzi hərəkət zərfi yoxdur. Yəni təkcəni o gözdən verib ki, siz çaşasınız. Ona görə D variantı səhvdir. Tərzi hərəkət zərfi işlənməyib. Son olaraq 20-ci sualımıza da baxaq. Qəşəng, maraqlı testlərimizi bununla yekunlaşdıraq və növbəti izahları izləyək. 20-də deyir ki, arzularına sərhəd qoymayan insan azad ola bilməz. Bu cümlə ilə bağlı səhv fikir hansıdır? Mənə səhv istəyir. Baxaq. Azad ola bilməz mürəkkəb feildir. Bəli, mürəkkəb feildir. Azad olmaq. Yəni bu azad ola bilmək mürəkkəb feildir. Ol et bilinən düzəlib də. Düzdür. Feili sifət tərkibi işlənmişdir. Arzularına sərhəd qoymayan. Bəli, ən feili sifət tərkibi. Sonra deyir, təyin mübtəda xəbər işlənmişdir. Azad ola bilməz kim? Deməli, insan, hansı insan arzularına sərhəd qoymayan. Düzdür. Yəni bu təyindir. İnsan mübtəda, azad ola bilməz xəbər. Bu düzdür. C də düzdür. Deyir, 4 isim işlənmişdir. Baxaq. Arzu isim, sonra insan isim, sərhəd isim. 3 dənə isim var axı. Azad ola bilməz. Bu mürəkkəb feildir. Adını da tapmadım. Mürəkkəb feildir. Yəni bu azadı siz tək götürə bilməzsiniz. Yəni heç bunu isim kimsiz verə bilməzsiniz.
Ona görə 3 dənə isim işlənib, səhv olan elə D variantıdır. Bizə deyir 4 isim, xeyr, 4 deyil, 3 dənə isimdir. Bu da belə. Testlərimiz həqiqətən maraqlı idi, düşündürücü idi, imtahan kontekstində idi. Ümid edirəm ki, izahlarım sizlərə faydalı oldu. Sadəcə kanala abunə olmağı unutmayın ki, izahlar yerləşdirilən zaman görəsiniz. Ödənişli dərslərimizə qofulmaq üçünsə 055 280 59 24 bu nömrəyə yazaraqdan dərslər haqqında geniş məlumat əldə edib, siz də əzbərləmədən sistemli şəkildə imtahana hazırlaşa bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.